Hər vaxtınız xeyir olsun. Mən Əliyev Nəsir. Sizinlə Pascal dili haqqında danışacağam. Pascal dili yüksək səviyyəli proqramlaşdırma dilləri qrupuna aiddir. Ümumiyyətlə, bu dildə uyğun pəncərədə yazılmış sintaksis kodlar, əmrlər müəyyən qayda üzrə prosesor dilinə çevrilərək əmrlərin icra olunması tələb olunur. Bu əmrlərin yazıldığı pəncərə Pascal dilində istifadə olunan pəncərə kompilyator adlanır. Kompilyator nədir? Kompilyatorun yüklənməsi barəsində, proqramın mətnin yığılması barəsində, kompilyasiya prosesi barəsində və kompilyasiya zamanı baş verən xətalar haqqında bu dərsimizdə ətraflı danışacağıq. Gəlin kompilyatorun nə olduğu ilə tanış olaq. Kompilyator özü bayaq dediyim kimi müəyyən bir proqram pəncərəsidir və Pascal kompilyatora göy pəncərədən ibarətdir və biz onu növbəti addımda yaxından tanış olacağıq və görə istifadə edəcəyik. Kompilyatorda dediyim kimi əmrlər kompilyasiya prosesindən sonra uyğun üsulla prosesor dilinə çevrilir və prosesora ötürülür. Və bundan sonra prosesor bizim verdiyimiz əmrlərə uyğun nəticəni ya kompilyatorun nəticə pəncərəsinə, ya da sistem üçün əgər əmrlər ayrılmışdırsa, sistemə ötürür. Kompilyatorun yüklənməsi prosesi. Gəlin bu proseslə də yaxından tanış olaq. Gördüyümüz kimi Turbo Pascal qovluğu C diskində mövcuddur. Bu qovluğu mən diskə yerləşdirəcəm. Hər biriniz asanlıqla əldə edə bilərsiniz və C diskinə kopyalayırsınız. Daxil olaq Turbo Pascal qovluğuna. Gördüyünüz kimi burada 3 qovluq mövcuddur. Biz hal-hazırda bu bin qovluğundan ətraflı istifadə edəcəyik. Gördüyünüz kimi bu qovluqda bir çox proqram faylları mövcuddur. Biz ən çox istifadə etdiyimiz burada olacaq Turbo exe faylı. Bu fayl ümumiyyətlə kompilyatorun əsas icra olunan faylıdır və biz bu icra olunan faylın üzərinə 2 dəfə vurmaqla kompilyator açmış olacağıq. Kompilyatorun yüklənməsi, yəni kompilyatorun kompüterə yerləşdirilməsi haqqında mənə elə gəlir ki, bu qədər bəs edər. Gəlin, proqramın mətnin yığılması və kompilyatorun menyuları haqqında bir balaca danışaq. Gördüyünüz kimi, Turbo Pascal kompilyatoru elə də çətin mürəkkəb bir interfeysə malik deyil. Burada fayl menyusu daha çox istifadə edəcəyik və kompilyasiya menyusundan istifadə edəcəyik. Bəzən isə heç bunlara sıxmaq lazım olmayacaq. Klaviaturadan müəyyən kombinasiyalarla daha tez şəkildə